Əziz tamaşaçılar, ötən verilişlərimizdən birində də söylədiyimiz kimi, elə yer adları, elə məkanlar var ki, rəsmi sənədlərdə onların adı başqa cür çəkilir, amma cəmaət onu başqa cür adlandırır. Hazırda arxada gördüyünüz qəbristanlıq Ağcabədi Bələdiyyəsində 3 saylı şəhər qəbristanlığı kimi qeydiyyatdadır. Amma siz hansısa bir taksiyə əyləşib tutaq ki, söyləsəniz ki, 3 saylı qəbristanlığa sür, o duruxub qalacaq. Amma söyləsəniz ki, Vahidin qəbristanlığına sür, o dərhal yola düşəcəkdir. İstiqamət kimi də hər zaman buranı Vahidin qəbristanlığı tərəf kimi istiqamət verirlər. Bəs Vahid kişi kim idi? Onun hansı xidmətləri olmuşdu ki, adı bugünə qədər dillərdən düşməyib? Bugün bunu araşdıracaq. Mən Quliyeva Məlahət Vahid qızı. Bu mənim atamdır. Mənim qanıb başa düşdüyümə görə, həyatı dərk edəndən sonra mən atamın həmişə bu yerə gəlib getdiyini bilirdim. Bir gün ona sual elədim ki, ata sən nəyə görə ora gedirsən? Dedi ki, qızım o uzun söhbətdir. Dedim, olar ki, açıqlayarsan biz də bilərik onu. O belə cavab verdi ki, bura bir boş bir yer, bir tala olubdur. Burada kimisə deyəndə, yəni ki, bir nəfər bir qadın bastırıblar. İndi mənim yaşıma çatmasa da, onun dedikləri ilə deyirəm, onu burada dəfn ediblər. Bu yeri, bu talanı, burada o adamlar bağışlayıblar ki, burada olsun qəbristanlıq. Sonra atam da yenə dediyinə görə, gördüklərimə görə, atam həmişə gəlirdi, gedirdi. Bura çox pis vəziyyətli idi. Açıq yeri idi, kim nə istəyirdi burada istifadə edirdi. Sonra atam bunun el ağsaqqalları var burada. Onlar hamısı yığılırlar, atama deyirlər ki, sən onun öhdəsindən gələrsən. Atam da ondan sonra yavaş-yavaş başladı. Bunu, nə bilim, Ağcabədinin ziyalıları var, işləyən böyük adamlar vardı. Onlarla əlaqə qurdu ki, köməklik göstərsinlər, hasarlayaq. Nəsə bir bina burada tikək, kimsə kənardan gələnlər var ki, dəfn olunur, ya bayramlarda. Ondan sonra elə kişi yavaş-yavaş meylin saldı bura, başladı burada hərəkət eləməyə. Burada elə bir vəziyyətlər olurdu ki, kənardan gələnlər gəlirdi ki, başqa yerdə vəfat eləyənləri gətirirdilər. Burada dəfn-kəfn eləyirdilər oradakı binada. Onu yola salırdılar, gedirdi. Onun burada ehsanı verirlər. Bayramlar olanda burada süfrələr açırdı o kişi. Gənə cəmaatın, xalqın hesabına çox həddindən artıq böyük köməkli eləyənlər olub burada. Məsələn, burada var idi, deyirlər, kolxozstroyun müdürüdür. İndi nə deyirlər, mən onu bilmirəm. Kolxozstroyun müdürü idi, Hacıyev Həmid. Onlar hamısı buna köməklik verdilər. Başqa adamlar vardı. Burada ağsaqqal cəddi kişi vardı. Atam danışdıqlarından bilirəm bunu. Cəddi kişi vardı. Rəhmətli İrza müəllim var idi. Əhəd kişi vardı, Mamedov Əhəd. Bunlar hamısı köməklik verirdi atama, yol göstərdilər, bilmədiyini də. Nə olar ki, elə o aləm deyil ki, hər şey özü qabrıya, özü bilə. Buna yol da göstərirdilər. Bu getdi, nazirlikdən belə yerlərə çıxdı. Bu ki, burada hasarlansın, lazım olan da nə lazımsa istifadə eləsinlər ondan. Elə ondan da qaldı elə bura Vahidin qəbristanlığı, bura abadlaşdı, bura çox gözəl oldu. Yəni ki, bütün ağaçlar əkildi, nələr əkildi, hər bir tərəfi bağladılar, qoymadılar kimsə. Yaxında yaşayanlar, heyvanları, malın qarasından salırdılar bura. Bu da dörd bir tərəfi tutmuşdu. Ondan sonra, atam rəhmətə gedəndən sonra, Allah ölənlərin hamısına rəhmət eləsin, atam rəhmətə gedəndən sonra özü bu hasarı tərk olmuşdu, yəni məhv olmuşdu. Gənə bəlkə də onlar da atamın davamçısı idi, bağışlı uşaqlar var idi. Moskvada bir təşəbbüs törətdilər ki, bizə köməklik eləsinlər, bu hasarlar təzədən dəyişilsin. Qalmasın, malqara girməsin, neynəməsin. Onlar da çox sağ olsunlar, böyük köməklik göstərdilər.
Tikdilər, təzədən qurdular, çəkdilər, darvazanı dəyişdilər. Neynədilər? Yəni ki, belə, atam belə bir insan olub, ona görə hamı deyir ki, Vahid qəbirstanlığı. Vahid O buralarda gözətçi falan işləməyibdi də. O burada ancaq ki, yox, ancaq elə buranı elə nəzarətində ki, kimsə dağıtmasın, kimsə satmasın, kimsə misal üçün qəbrin normal qalsın. Yəni heç bir maraq olmayıb da, sadəcə bir vətəndaş kimi. Heç bir marağı. Mənim yadıma gəlir ki, atam getdi. İndi kimlər o biraz da bəlkə yaşdan əlaqədardır, yadında qalmayıb da. İzbirikastada hesab açdılar. Hesab açdılar. Əgər kiminsə köməyi varsa, verirdi ora. Sabah burada bir şey lazım olanda gedib götürürlər, onu xərcləyirdilər. Ora ki, bu xərc ona gitsin. Da yoxsa atam burada bir maraq olmayıb ki, mən burada işləyim, mənim qazancım olsun. Ancaq deyirdi. Həmişə bu sözü mən deyirəm, yenə də deyirəm. Anam deyirdi ki, Vahid eləmə. Onun yanındakı məzarda, anamın məzarıdır. Deyirdi ki, Vahid eləmə. Deyirdi ki, niyə? Deyirdi ki, el üçün ağlayanın gözü kör olar. Deyirdi, yox, sən nə danışırsan? Burada böyük hovuzlar var idi. Burada fontan verirdi su, cəmaət gəlirdi, nə tərə lazımsa elə qaydasıyla. Elə düz də dedi, yazıq arvad düz deyirmiş. Elə arvad kişi rəhmətə gedən kimi hovuzu da dağıtdılar. Onun da yerində yəni ki, tarmar elədilər. Amma adı yaşayır da. Bugün adı yaşayır. Bəli, adı yaşayır. Harda birdən gedirəm, deyirlər ki, harda olursunuz? Çox adam birdən bilmir. Deyirəm ki, Vahid qəbirstanlığının yanında sürür gəlir. Birdən elə adam var, tanıyır, birdən elə adam var, tanımır. Allah gənə ömür versin. Amma deyirdi ki, nə qədər bacarsanız, bu kişinin sözü ilə xalqa xidmət edin. Xoşu gəlirdi. Kasıba əl tutsun, xoşu gəlirdi. Kimsə arxası ilə geçsin. Burada seyidlər vardı. Maşa Muxtar ağa deyirlər. Burada Gözxallı Hüseyin deyirdilər. Yaşlı adamlar idi. Cəddi kişi var idi. Ağsaqqal adamlar idi də bunlar hamısı. Bir şey olanda deyirdilər ki, yaş cəhəz götürəndə Vahid bizdən balacaqsa da sözü keçərlidir, ötkəmdir. Vahidə məsləhət eləyin. Atam el adam olub. El üçün yanıb. Mən Şərifzadə Teymur Rızaoğlu 1948-ci ilin may ayının 15-də Xəlfərəddin kəndində anadan olmuşam. Hal-hazırda biz yerləşdiyimiz yer Vahid adına qəbirstanlıqdır. Vahid kişi mənim qohumumdur. Nə tər qohumum? Atamın doğmaca maması oğludur. Maması deyəndə biz Qarabağlar mama deyirik, bibisi oğlu. Bu atamın atası Maşdəsəndir, onun da bacısı Maşa Zeynəbdir. Maşa Zeynəbin bax bu Abbasa gedir, bunun atasına. İki övladı olur. Biri olur Vahid, biri de olur Zərnişan. Bu mənim qohumumdur. Buna baxmayaraq bizim kəndimizdə o zamanədə halda ağsaqqallar topalaşardılar, müəyyən bir məsələni həll edərlər. Belədir. Elə də insanlar var idi ki, onların sözü qanun idi. Nə tər demək? Məsələn, bu məclisi belə aparmaq lazımdır. Ona görə də həmən ağsaqqallar yığışırdı bura. Bura 1946-cı ildə sürücü qara var. Onun cinsi Aynan. Aynanın anası Baxçavar adında kadın ilk dəfə bastırılıb 46-cı ildə. Bax bu ilk dəfə olub. Bu talanı bildiyi tala kiminkidir? O hədiyyə olaraq qızı danışdı, dedi. Burada dəfn olub. Burada dəfn olundan sonra bu qəbirstanlıqda hərəkətlər olmasın deyə Vahid əmiyə təşvirirlər ki, ağsaqqallar, Vahid əmi ora bir rəhbərçilik elə. Çünki Vahid əmi elə bir istedadlı bir insan idi, baxmayaraq ki, üniversitet qutarmayıb, elə bir politoloqdur. Çox danışıq, gözəl qabiliyyəti var idi. Çox insanlarla ünsiyyət qabiliyyəti var idi. Həddindən artıq hörməti var idi. Gözəl də səsi var idi. Mən uşaqlıqda bir şey xatırladıram Vahid əmi barəsində. Dəfn olunan adamı adətən qapıda namaz qılır. Onu 3 dəfə götürüb qayılandan sonra mollalar səs çıxardırlar. Vahid əmi nə tər səsi var idisə, orada qışqıranda ecəl bənəsində eşilirdi. Onda adamın əti biz dururdu. Yəni Vahid əmi elə bir gücə, elə bir hörmətə malik insan idi. Kimin məsələn dəfn olunur, maddi imkanına asılı olmalı, deyirdilər gedin Vahid əmiyə deyin. Vahid əmi təşkil edəcək, mağarı, yer qazanı, nə bilim, qəbir qazanı, neçə veriləcək, nə necə.
təşkilatçı idi, gözəl orqan təşkilatçı idi. Allah Teala ona bir istedad vermişdi. Həm səs, həm də təşkilatçı qabiliyyət, həm də gözəl nitq. Ona görə də o bizim ən hörmətli ağsaqqallarımızdan olubdu. O buna niyə ad verilib? Bax bu qəbirstanına. O qızı dediyi kimi taladan sonra bura Vahid əmi nəzarət edir. Çünki burada bayramlar günü qadınlar gətirirdi meyvə, paxlava düzürdülər qəbirlərin üstündə. O ki, axşam üstü olanda heyvanlar, zadlar, quşlar bura gəlirdi. Ona nəzarət eləyirdi, qoymurdu. Burada bütün o hərəkətlərə, getməyinə, gəlməyinə, insanların o uzaq məsafədən gələndə onları yola salmağına, o nöqteyi nəzərdən elə buranın təşkilatçısı, bir rəhbəri, müdiri kimi biz Vahid əminin qəbirstanlığını deyirik. İnanırsan küçədə duranda gəlib deyirlər ki, Uziyə gedəcəyik. Vahid əmin qəbirstanlığı istiqamətində. Biz bayaq kadr arxası dedik o şəxslərin adını, amma mən istəyərdim ki, insanlarımız da işsin. Çünki bəziləri deyir ki, bu ərazi ilə Vahid kişinin olub, o veribdir. Amma bayaq kadr arxasında biz danışdıq, başqa şəxslər. Onu xahiş eləmə onlar haqqında da bir neçə kəlmə deyəsiniz. Bu iki qardaşın torpağı olubdu. İki qardaş olublar. Birinin adı Əhəd olub, birinin adı Qubad olub. O Əhədin övladı olmayıb. Ona görə də bax bu torpağı əhali Xəlfərəddin cəmaatına hədiyyə verib ki, burada qəbirstanlıq olsun. Onun Allah ruhu şad olsun ki, o torpağı bizə verib. Demək ki, bəzən böyük izlər qoymaq üçün böyük vəzifələrə ehtiyac yoxdur. Bugün bu məkanda Vahid kişinin simasında bunun sübutunu bir daha gördük. Rəsmi sənədlər, xəritələr nə yazır yazsın, bura Ağcabədililər üçün hər zaman Vahidin qəbirstanlığı olaraq qalacaqdır.